Ağır ayaq yaralarında barmaqların və ya pəncənin amputasiyasına nə zaman ehtiyac olur? Belə deyək ki, ayaq yaraları fərqli formalarda olur pasientlərdə, yəni müraciət edirlər. Bəzi yaralar dəri səviyyəsində, yəni sadəcə dəri səviyyəsində təzahür edir. Bəzi yaralar var yumşaq toxuma, bəzi yaralar var isə hətta sümüyə qədər irəli gedən yaralar olur. Biz bunun təyini üçün bəzi şüa diaqnostikasından istifadə edirik, yəni baxırıq, analiz götürürük, hansı infeksiyadır, bu infeksiya nə qədər dərinə gedə bilər, xəstənin hansı ağırlaşması ola bilər növbəti olaraq və şüa diaqnostikasından sonra əgər sümüklərdə və yaxud da sümük üstündə hər hansı bir zədələnmə, eroziv dəyişikliyə görəriksə, bu bizə siqnaldır ki, osteomilit var pasientdə və osteomilitin müalicəsi uzun müddət antibiotik terapiya ilə gedir və bu antibiotik terapiyanın pasientin böyrək və qaraciyər sistemi və yaxud da ki, damar sistemi normaldırmı və bundan altından qalxa biləcəyimi uzun müddətli antibiotik terapiyanın. Çünki bəzi pasientlərdə böyrəklər normal süzmədiyinə görə böyrəkdən atılan antibiotik uzun müddət təyin edilərsə, kəskin ödəmləşmə başlaya bilər ayaq nahiyəsində, aşağı ətraflarda və bu da infeksiyanın da get-gedə sağalmasını zəiflədər. Yəni bir tərəfdən antibiotik təyin edərək, digər tərəfdən pasientin vəziyyətini biraz ağırlaşdırmış oluruq. Bunun üçün də bəzi hallarda biz məcbur qalırıq ki, cərrahi müdaxiləyə yönləndiririk pasientləri. Bəli, təəssüf ediləsi bir durumdur. Ancaq bu durumlar pasientin ya gecikdirilmiş vəziyyətdə gətirilməsi və yaxud da yanlış müalicə alması səbəbindən baş verir.